Salam əziz abituriyentlər. Bugün mən sizə kimyəvi rabitə bölməsindən olan kovalent rabitənin xassələri, orbitalların hibridləşməsi testinin izahını verəcəm. Birinci sualdan başlayaq. Propil molekulunda pi rabitələr hansı orbitalların örtülməsi hesabına əmələ gəlir? Deməli, biz ilk öncə propilin burada çək edə bilərik. Çəkmədən də biz ümumiyyətlə deyə bilərik ki, bilirik ki, pi rabitə hibridləşməmiş pi orbitalların hesabına əmələ gəlir. Yəni, burada bizim cavabımız olacaq A variantı. Propilin özünü də qeyd eləsək, CH3 qat rabitəsi, CH3. Yəni, burada 2 dənə pi rabitə var. Yəni, istənilən bir maddədə pi rabitə hibridləşməmiş pi orbitalların hesabına əmələ gəlir. Yəni, bu şəkildə 2 dənə pi orbitalı bir-birini yandan örtür. Yəni, bu pi'nin sxemi bu şəkildədir. Deməli, bir də doğru olacaq A variantı. İkinci sualda deyir, hansı birləşmədə 2 sigma rabitə sp2 hibrid orbitalların s orbitallarla örtülməsi hesabına yaranır. Deməli, 2 dənə sigma rabitə sp2 s örtülməsi hesabına yaranmalıdır. Onun üçün baxırıq, yəni ilk öncə sp2 karbon olmayan, yəni o hibrid halında olmayan karbon hansı maddədə varsa, məsəl üçün, hansı maddə sp2 hibridləşməyə malik deyilsə, belə deyil, o maddələri ümumiyyətlə indidən silək. A variantını silərik, çünki A'da karbonlar hamısı sp3 hibridləşmə halındadır. Sonra C variantını silirik. Niyə? Çünki burada da 3 qat olanda sp olur. Digər karbonumuz sp3-dür. Yəni sp2 yoxdur. Bir də Y variantında 4 karbonun 4'ü də sp3-dür. Qaldı B ilə D. Deməli, B-də sp2 olan karbonlar 2 qat rabitə birləşən karbonlardır. Həmçinin burada da bizə sp2 s örtülməsindən əmələ gələn 2 sigma rabitə lazımdır. S də burada hidrogendir. Yəni sp2 hibridləşmə halında olan karbonla hidrogen arasında 2 rabitə olsun. Onda doğru cavab olacaq B variantı. Çünki burada hidrogenləri də açıq şəkildə göstərsək, H2-dir də 2 dənə H var. Açsaq, hidrogenlər də burada bilirik ki, S elementləridir, yəni S orbitaldır. Olacaq sp2s. Bir bu rabitə üstündən gedirəm. Bir də aşağıdakı 2 dənə sp2s var. Aşağıda isə bir dənə. Çünki bir karbon, yəni bir dənə sp2 karbona birləşən hidrogen var burada. Açıq şəkildə burada hidrogeni göstərsək, olacaq sp2 s örtülməsi əmələ gələn bir rabitə. Qalan variantlarda ümumiyyətlə yox idi. Doğru cavab B variantı. 13-cü sualda deyir, molekulunda cəmi 13 sigma rabitəsi olan alkanda neçə sigma sp3 sp3 rabitəsi var? Deməli, biz ilk öncə bu üzvü kimya ilə, ümumiyyətlə bu bölmə üzvü kimya ilə bağlıdır. Biz burada alkanda sigma rabitənin düsturunu bilməliyik. Deməli, alkanın iyun formulu CN H2n+2-dir və burada karbonla karbon arasında karbonun sayından 1 əskik, karbonla hidrogen arasında isə hidrogenin sayı qədər sigma rabitə olur. Yəni, ümumilikdə 3n+1 qədər sigma rabitə olur. Düstur budur. Yəni, başqa bir yolla desək, ümumiyyətlə açıq zəncirli birləşmələrdə, alifatik karbohidrogenlərdə və yaxud karbohidrogen olmasın, ümumiyyətlə üzvü birləşmələrdə, açıq halda olan birləşmələrdə sigma rabitəni tapmaq üçün atomları toplayıb birini çıxırıq. Yəni, atomları və bunları toplayıb birini çıxırıq. Bunları da toplayan 3n+3'ü verir, birini də çıxanda 3n+, deməli, 1'i verir. Onda düstur budur, sigmanın düsturu 13'ə bərabər edirik. Buradan 3n bərabərdir 12, n bərabərdir 4 olacaq. Yəni, C4, H10 alkanımız budur. İndi neçə sigma sp3, sp3 rabitəsi var? 4 karbon arasında neçə rabitə olur? Açıq zəncirlərdə. Əlbəttə ki, karbonun sayına 1 əski 3 rabitə. Deməli, 3 dənə olacaq. Amma yenə də laf göstərərək, tutalım 4 karbon əgər düz zəncir formasındadırsa, 4'ü də sp3'dür. Alkanda hamısı sp3 hibrid halında olur. Və burada sp3, sp3 rabitəsi 1, 2, 3 dənə. Və yaxud 4 karbon ardıcıl şəkildə belə birləşməsin, biri aşağıda şaxə şəklində olsun. Yenə də 1, 2, 3. Deməli, cavabımız olacaq 3, Y variantı. Deməli, 4-cü suala keçək. 4-cü sualda yenə molekulunda cəmi 13 sigma rabitəsi olan alkan dediyinə görə biz bayaqçı hesablamanı yenə də yazarıq 4-cü sual üçün. Bu sualın nömrəsini burada yazsaq 4. Əvvəlin eyni gətiririk, eyni də 4 tapırıq. Bu dəfə bizdən sp3s rabitəsinin örtülməsini istəyir. Deməli, sp3s deyəndə s də orada hidrogendir. Yəni, bu karbona birləşən hidrogen arasındakı rabitə. Karbonla hidrogen arasındakı rabitə. O da hidrogenin sayı qədər. Elə 10 dənə olacaq. 10 olacaq. Həqiqətən, məsəl üçün, aşağıda hidrogenlərini də yazsaq,
Tutalım hidrogenlərini yazmışam. CH3, CH2, CH2, CH3. Yəni açıq şəkildə rabitələri göstərsək, bu karbona 3 hidrogen birləşib, karbona 2 hidrogen, yenə həmçinin 2 hidrogen, sonrası 3 hidrogen. Deməli, burada gördüyümüz kimi bu rabitələri saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yəni karbonlar sp3-dür, hidrogenlər də s-dir. sp3 s deyəndə həmin o karbonla hidrogen arasındakı rabitə. Onu açmadan da biz deyə bilərik ki, yəni hidrogenin sayı qədər. Cavabımız olacaq 10. A variantı. 5-ci sualda bizə deyir, etil spirtinin suda məhlulunda molekullar arasında hidrogen rabitəsinin yaranması hansı halda doğrudur? Bildiyimiz kimi etil spirti özü molekullar arası hidrogen rabitəsi əmələ gətirir. Suyun özü də həmçinin molekullar arası hidrogen rabitəsi əmələ gətirir. İndi etil spirti ilə suyu qarışdırdıqda, burada etil spirti ilə suyun arasında da hidrogen rabitəsi əmələ gələcək. Deməli, burada həm su ilə suyun arasında, birinci də doğrudur, həm spirtlə suyun arasında, ikinci də doğrudur, həm də spirt və spirt arasında, üçüncü də doğrudur. Hər üçü doğrudur. Yəni hər üçün arasında, yəni hər üçün deməkdə, yəni həm spirtin özlərinin arasında, həm suda özləri arasında, həm də spirtlə su arasında hidrogen rabitəsi əmələ gəlir. Ona görə üçündə doğru götürürük B variantı. Eyni şeydir 6-cı sualda. Bu dəfə metil spirti deyir, yəni CH3OH-dan söhbət gedir. Yenə burada da su ilə su, spirtlə su, spirtlə spirt arasında, yəni üçündə doğru götürəcək. Hidrogen rabitəsi əmələ gəlir. 7-ci sualıdır, hansı birləşmə xətti quruluşa malikdir? Deməli, xətti quruluşa malik. Biri var xətti quruluşlu, biri var qeyri-xətti. Qeyri-xətti, yəni bucaq quruluşlu, nə bilim, tetraedrik, xətti olmayan da bir sözlə. Xəttiləri tanısaq, yerdə qalan qeyri-xəttiləri də tanıyarıq. Xəttiləri tanımaq üçün, belə deyim, asan yol, ipucu deyim, məsəl üçün. Əgər hibridləşibdirsə, burada məsələn karbon birləşmələrində. Karbon hibridləşibsə, əgər orada karbon sp hibridləşmə halındadırsa, sp-dirsə, deməli xətti olacaq. Hətta karbon olmasın, başqa bir element, məsəl üçün berilyum, sp hibridləşmə halında olur. Berilyumlu birləşmələr deməli xəttidir. Berilyum xlor 2, berilyum brom 2, berilyum flor 2. Və karbon da, məsələn, harda, burada karbon hansında sp-dir? Məsələn, C variantı, elə cavab C olacaq. Çünki CO2-ni açıq şəkildə göstərsək, lövhədə yazıram. 2 dənə 2 qat birləşib karbona. Burada karbon atomu sp hibridləşmə halındadır. Sonra həmçinin CO. CO da xəttidir. Çünki burada da 3 qat rabitə var. Yenə karbon burada sp hibridləşmə halındadır. Sonra dediyim kimi berilyumlu birləşmələr, sonra bir də 2 atomlu birləşmələr. 2 eyni atomda ola bilər, 2 fərqli atomda ola bilər. Məsəl üçün H2, xlor 2, N2 və yaxud H xlor, H brom, belə fərqli 2 atom. Bunlar da xətti sayılır. O xəttiləri ki, biləndən sonra yerdə qalan suyun özü bucaq quruluşludur. Digərləri baxın, bucaq quruluşlu, yəni qeyri-xətti, xətti olmayan. İndi burada cavabımız C variantıdır. Deməli, 8-ci sualda deyir, molekulda 2-ci və 3-cü karbon atomlarının hibrid vəziyyətini müəyyən edin. Deməli, 2-ci və 3-cü karbona baxaraq, ümumiyyətlə, yəni biz bilirik ki, əgər karbon atomu tək qat rabitəyə birləşibsə, bu karbon sp3 hibridləşmə halında olur. Eyni ilə, məsəl üçün, davam eləsin. Yenə bu sp3-dür. Əgər karbon 2 qat rabitəyə birləşibsə, bu karbon sp2 hibridləşmə halında olur, 2 qat rabitə. Çünki hər bir pi rabitə hibridləşməmiş p orbitalların hesabına əmələ gəlir. Yəni, pi gəldikcə üstündə p azalır. Pi yox idi, p3 idi, belə deyək. Bir dənə pi yarandı, oldu sp2. Bir dənə də pi olsa, artıq burada 2 dənə pi var. Bu zaman olacaq sp. Deməli, bir sözdən 2 qat olanda sp2 olur, 3 qat olanda sp olur. Ola bilər karbonun hər iki tərəfinə 2 qat birləşsin. Yenə ümumilikdə 2 pi rabitə birləşmiş olsun. Yəni, 1-3 qatla 2-2 qatın ortasına düşmək eyni şeydir. Yenə burada karbon olacaq sp hibridləşmə halında. İndi burada artıq biz hər birini deyək, hətta bir nömrəni də deyək. Bir nömrə olacaq, 1 ilə 2 eyni şeydir. İkisi də 2 qata birləşib. sp2. sp2, sp2. Amma 3 qat olanda isə 3 ilə 4 nömrəli karbon. sp olacaq hər ikisi. 2 nömrəli sp2, 3 nömrəli sp. Doğru cavab A variantı. 9-cu sualda deyir, hansı orbitalların örtünməsi etandakı CH rabitəsinə aiddir? İstəyir etan deməsin, başqa bir maddənin adını çəksin. Karbon ümumiyyətlə hibridləşmiş halda olur. Yəni, karbonuncu bu şəkildə
Belə hanti ilə bənzər olur. Hidrogen isə kürə olur. İstəyir karbon sp3 hibridləşmə halında olsun, istəyir sp2 olsun, istəyir sp olsun, fərqi yoxdur. Hibridləşir. Hibridin şəkli o formada olur. Hidrogen də S-dir, S-inki də kürədir. Deməli A variantı. Onda isə hansı orbitalların örtülməsi? Etandakı karbon-karbon. Yenə deyirəm, etan deməsin. Ümumiyyətlə maddənin adını başqa bir maddə desin. Amma karbon-karbon deyirsə, karbon bütün birləşmələrində hibridləşir və hibridin də şəkli mən bayaq göstərdiyim şəkildə olur. 2 dənə karbonsa 2 dənə hibrid. 2 dənə həmin o şəkildən. Y variantına baxın, karbon-karbon. Hər ikisi karbondur. A variantı karbon hidrogendir. B-də PP sigmadır. Məsələn, xlorla xlor arasında ola bilər. D variantında biri P-dir, bu P-dir. Bu da S-dir. Yəni S-dən P-dir, belə deyək, H xlor. H-ınki S-dir, xlorunki P-dir. Belə ola bilər. C variantı pi rabitənin sxemidir. Cavabınız olacaq Y variantı. 11-ci sualda deyir, propan molekulunda kimyəvi rabitələrin yaranmasında neçə sp3 hibrid orbitalı iştirak edir? Deməli, bunun üçün biz propana yazırıq. Propan CH3, CH2, CH3. Və burada karbon atomlar hər biri sp3 hibridləşmə halındadır. Bizə deyir ki, neçə sp3 hibrid orbital iştirak edir? Deməli, burada sp3-dən 1s3p-dən 4 hibrid çıxır. Bax, sp3-dən 4 hibrid çıxır. Hər sp3-dən 4 hibrid, 4, 4. Onda cəmi 4 dəfə üçün 12 hibrid orbitalı əlbəttə ki, iştirak edəcək burada. Yəni sp2-də 3 hibrid, sp-də 2 hibrid. Yəni S-lə P-nin sayı qədər də 1s 3p-dən 4 hibrid çıxır. 4 bundan çıxanda 4 bundan 4 bundan cəmi neçə hibrid orbital iştirak edir? Əlbəttə ki, 12. C variantı. 12-ci sualda etan molekulunda, etan deməli CH3, CH3. Etan molekulunda kimyəvi rabitələrin yaranmasında neçə sp3 hibrid orbital iştirak edir? Yenə bax, burada sp3 olan karbonlar. Bu 2 karbondur. Və hər sp3 hibrid, yəni karbon sp3 olanda ondan 4 hibrid çıxacaq. 4 bundan çıxacaq, 4 də bundan. Deməli, cəmi sp3 hibrid orbital iştirak edir. Cəmi 8-dən sp3 hibrid orbital iştirak edir. Desəydi ki, neçə karbon sp3 hibridləşmə halındadır? Onda deyərdi 2 dənə. 2 dənə karbon sp3 hibrid. Onu bəzən uşaqlar qarışdırır. Yəni, burada hibridin sayını soruşanda götürmüşək. Burada yazır ki, 2. Cavab 2 götürür. 2 karbon sp3 hibridləşmə halındadır. Amma hibrid orbitalda iştirak edir deyən artıq buradan çıxan hibridlərin sayını cəmləməliyik. Deməli, 8-dən sp3 hibrid orbitalı. 13-cü sualda deyir, toluol molekulunda, deməli, toluolu çəkirik. Toluol, deməli, metil benzolda deyirik buna. Bax, burada C var təkcə. Bura CH, bura CH, bura CH, bura CH, bura CH. İndi burada deməli, karbonların hibridləşmələrini qeyd eləsək, bu siklin ətrafında 6 karbonun 6-sı da sp2-dir. 6-sı da. Niyə bunlar sp2-dirlər? Axı, bunlar pi rabitə görmürük biz burada. Ona görə sp2-dir ki, bu karbonlar hərəsinin bir dənə p orbitalı, ortadakı halqa var, nüvə. Bax, onu əmələ gətirir. Bunun içində 6 dənə P var. 1, 2, 3, 4, 5, 6. 6 dənə P orbitalından, hibridləşməmiş P orbitalından əmələ gəlir. Ona görə karbonlar, kənardakı karbonların hərəsi sp2 olur. Yəni, sp3 yox, sp2 olur. Amma yuxarıdakı, radikaldakı CH3, həmin o karbon isə sp3 hibridləşmə halındadır. İndi bizdən nəyi soruşur? Toluol molekulunda kimyəvi rabitələrin yaranmasında cəmi neçə sp2 hibrid orbital iştirak edir? sp2-ləri soruşur. Deməyin ki, 6. 6 karbon sp2 hibrid halındadır. Amma sp2 hibrid orbital deyəndə 6-nı vuraq, hərəsindən 3-ü çıxır. Hər sp2-dən 3 hibrid çıxır. Bu da eləyəcək 18. D variantı. Ümumiyyətlə desəydi neçə hibrid orbital iştirak edir? Bu 18-in üzərinə yuxarıda yazdığımız sp3-dən də 4-ü çıxıraq. O 4-ü də gələrdik. O da ümumi hibrid orbitalların sayıdır. İndi amma biz sadəcə sp2-ni dediyinə görə sp2-nin sayını vurduq, ondan çıxan hibridin sayını. Deməli, burada hibridləşmə, ortada məsəl üçün 6 dənə p orbitalda hibridləşməyibdir. Hibridləşməmiş p orbitalı məsəl üçün 6 dənədir burada. S orbitalları da hibridləşməyib. Məsələn, ümumi hibridləşməmiş soruşsa, ortadakı 6 ilə hidrogenlərin sayını götürərik, hibridləşməmiş soruşsa.
Deməli 14-cü sualda benzol. Benzol da bir dənə toludan fərqi odur ki, bunu bir dənə 14 eləyirəm. 14. Bir dənə benzolda buradakı bura həmçinin yenə CH olacaq. Hamısı CH-dır. Yəni hamısı CH-dır kənarda. 6 dənə karbon sp2-dir. Yenə sp2 bir ortan sayı elə 6 vurulsun 3. Elə olacaq 18. Yenə cavabımız olacaq 18. Çünki yəni bizdən sp2-ni soruşur. Tololda bir dənə sp3 artıq idi. sp3 yəni hesablamadığımız üçün sadəcə sp2-yə baxdığımıza görə eynidir. Cavablarımız eyni oldu. 15-dədir propan. Propan CH3, CH2, CH3. İndi propanda nəyi soruşur? Karbon atomları arasında sigma rabitələr hansı orbitalların örtülməsi hesabına əmələ gəlir? Bu ortada mən çəkdiyim, bu qara ilə yazmışım. Rabitələr biraz da tündləşdirəm. Bu rabitələr nəyin arasındadır? Birdən deyirsiniz hidrogenlə karbonun, çünki burada hidrogen durur, burada karbon. Xeyr. Karbonla karbonun, çünki onu açıq şəkildə, tam açıq şəkildə belə açarıq. CH3 deyil, bunun 3 dənə hidrogen ayrıca bir rabitəsi var. CH2-dir, 2 dənə. CH3-dür, 3 dənə. Tam açılışı budur. Gördüyümüz kimi bu rabitələr nəyin arasındadır? Karbonun. İndi bizdən istədiyi budur ki, karbon atomları arasında sigma rabitələr hansı orbitalların örtülməsi hesabına əmələ gəlir? Burada ancaq təşkilat rabitədir. Pi rabitə yoxdur. Ona görə bu karbonlar üçü də sp3 hibridləşmə halındadır. Üçü də. Pi rabitə olanda artıq sp2 olur. 2 dənə pi olsa sp olacaq. Belə. Deməli bunlar sp3. İndi bizdən karbonlar arasında, karbon atomları arasında dediyinə görə sp3. Neçə dənə olacaq rabitə? Bir bu rabitə, bir bu rabitə. 2 dənə. 2 dənə sp3 arasında rabitə var. İndi bizdən ümumiyyətlə hansı orbitaların örtülməsi hesabına əmələ gəlir? Deyəcək sp3, D variantı sayı neçədir? 2 dənədir. Karbonla hidrogen arasında desə, hidrogenlərimiz də S-dir. Deyərik sp3s. Bunlar neçə dənədir? Bunlar da 8 dənə hidrogen sayı qədər rabitə var burada. Belə, deməli sp3 örtülməsi. Sonra sirkə aldehidi. 16-cı sualda deyir sirkə aldehidi molekulunda. Çəkək CH3, COH. Neçə sigma və pi rabitə var? Hətta bunun H-ını da 3 dənə H-ı buradan silirəm. Onu da rabitə ilə göstərirəm. Biraz karbonu yaxın çəkək. H. Neçə sigma rabitə var? 1, üstündən gedirəm. 1, 2, 3, 4. Bu 2 qatın 1-i. 5 və 6. 6 sigma rabitə var. Bir dənə də pi rabitə var, üstündən getmədiyim. Deməli 6 sigma, 1 pi. C variantı. 17-ci sualda deyir hansı birləşmələrin molekulları xətti quruluşludur? Bayaq da qeyd elədim ki, xətti quruluşlu deyəndə berilyumlu bütün birləşmələr xəttidir. sp hibridləşmə halında olan maddələr karbona gəlir məsəl üçün. Berilyum özü sp-dir də burada. sp hibridləşmə halında element atomu birləşmədə xətti sayılır. Bir də 2 atomlu maddələr. H2, nə bilim xlor 2, H-xlor, 2 atom istir bəsit olsun, mürəkkəb olsun, fərqi yoxdur. 2 dənə atom olsun. Bunlar da xəttidir. İndi burada cavabımız olacaq D variantı. Berilyum xlor 2, CO2. CO-nun özü xəttidir. Və CO2 niyə karbon orada sp-dir? Çünki açılışı bu şəkildədir. Burada karbon 2 dənə 2 qatın, yəni 2 dənə pi rabitə bir ətrafında olduğuna görə sp hibridləşmə halındadır. Deməli 18-də də deyir ki, hansı birləşmələrdə sp hibridləşməsi mövcuddur? Bu dəfə xətti demir. Elə deyir sp hibridləşməsi mövcuddur. Berilyum birləşmələri sp-dir. Məsələn, bor sp2-dir. Bor olan variantı məsəl üçün götürməliyik. Berilyum sp-dir və C2H2 asetilen də sp-dir. Asetilen necə yazırıq? CH, 3 qat rabitə CH. Hər ikisi burada sp birləşmə halındadır. Deməli cavabımız olacaq D variantı. 19-da deyir hansı orbitalların örtülməsi pi rabitə yarada bilər? Pi rabitə əlbəttə ki, hibridləşməmiş p orbitalların hesabına əmələ gəlir. PP, yəni PP örtülməsindən D variantı. 20-də deyir hansı orbitaların örtülməsi qeyri-polyar kovalent rabitə yarada bilər. Qeyri-polyar kovalent rabitə, yəni eyni atomlar arasında, yəni eyni atomların bir-birinə arasında rabitədə belə də. İndi eyni atomlar, məsəl üçün burada A variantı sp2, S. sp2 tutalım karbondur, S də hidrogen, fərqlidir. Bu polyar olar. B variantı sp2, P. Tutalım sp2 karbon, P də halogendir orada, o da olacaq polyar. Bax, burada eyni, məsələn, Y variantı. sp2, hər ikisi karbondur.
Karbonla karbon arasında da qeyri-polymer. Yəni sp2 sp2 də olsa, sp2 sp, sp3 sp ilə sp3 sp2 bunların hamısını qeyri-polymer kimi götürə bilərik. Çünki hamısı karbondur. Karbonla karbon arasında deməli Y oldu cavabımız. Olur qeyri-polymer. 21-də deyir hansı maddələrin molekulları xətti quruluşa malikdir. Xətti quruluş deyir yenə bizə. Yenə sp hibridləşmə halında olanları götürərik. Məsələn, A-da metan uyğun gəlməz, B-də su bucaq quruluşludur, D-də uyğun deyil, Y-də də amonyak da uyğun deyil, heç C2H6-da C variantı olacaq cavabımız. C variantında CO2 burada karbon sp-dir, berilyum xloridi berilyum sp-dir, C2H2-də elə lövhədə hal-hazırda CH 100 qat CH bu şəkildə açılır. Burada da karbon sp-dir. Hamısı xətti quruluş. Sp olanlar demişəm xəttidir. Sonra 22-ci sualda deyir, karbon atomlarının hibridləşmə vəziyyəti necə dəyişir? Deməli, bax 22-ci sualda birinci CH4. CH4-də deməli sp3-dür. İndi 1500 dərəcədə parçalananda alınan maddəmiz asetilen olacaq. CH 100 qat rabitə CH. Burada karbon sp-dir. Deməli sp3-dən gəldi sp-yə. Asetilenin üzərinə 2H2 gəlsə, plus 2H2. 2 mol hidrogen gələndə 2 pi rabitə qırılıb, hərəsindən bir dənə H birləşir. Olur CH3, təhqat CH3. Etana çevrilir. Yəni burada da sp3 olur. Artıq pi rabitə yoxdur, sp3. Deməli sp3, sp təkrar yenə sp3. Deməli cavabımız olacaq C variantı. 23-də deyir hansı elektron formulları doğru deyil. Baxırıq. Burada bu iki nöqtə, məsələn 2 elektronla belə deyək, yəni bir cüt elektron bir rabitə deməkdir. Həm də valentliyə də uyğun gəlməlidir. Məsəl üçün bunu rabitə şəklində üstündən geçsək, bu şəkildə və buranı. O kənarda əlavə cütləri yəni qatmırıq buna. Ortada ikisinin ortasında olanları götürürük də, yəni. Burada CH3OH bu şəkildə rabitə ilə çəkərik biz bunu, bəli, bu şəkildə çəkərik. Karbondan 4 rabitə çıxıb, oksigenlə 2 rabitə, bəli, uyğundur. Yəni birinci doğrudur. İkincidə xlorla xlor. Xlorla xlorun arasında bax bunların üstündən geçsək 2 qat rabitə. Xeyr, xlorla xlorun arasında 1 qat rabitə olur. Xlor ekvivalentli ola bilməz. Səhvin 1-i elə 2-dir. Üçüncüdə buranı bir rabitə, buranı bir rabitə, buranı bir rabitə götürsək, deməli burada 3 dənə rabitə. Bu da hidroksonium ionudur. Hidroksonium ionu da deməli bu şəkildə H3O müsbət. Bəli, bir dənə də cütü qalıb. Oksigen doğrudur. Bu doğrudur deməli, götürməyəcəyik. Bizdən doğru olmayan soruşur. Ona görə cavabımız yalnız 2. Y variantı. 24-də hansı elektron formulları doğrudur deyir. Deməli, birinci karbondan rabitə 2 nöqtəni bir rabitə eləsək, bu şəkildə karbon 3 valentli oldu. Axı karbondan ümumilikdə 4 rabitə çıxmalı idi. Yəni yanlışdır. Birinci yanlışdır. İkinci berilyumdan 1, 2, 3. Berilyum 3 valentli deyil. Axı yəni burada berilyumdan 3 rabitə çıxır. Bu bor ola bilər. Bu 2 deməli doğru deyil. Yanlış olacaq ikincidə. Üçüncü azotla azot arasında 1, 2, 3, 3 qat. Bəli, azotla N2-nin açılışı belədir. Azotla azot arasında 3 qat rabitə olur. 3 doğrudur. Yalnız 3 olacaq cavabımız. B variantı. 25-də deyir, hansı hallarda kovalent rabitə donor-akseptor mexanizmi üzrə əmələ gəlir? Deməli, birinci yox. Hidrogendə donor-akseptor rabitəsi yoxdur. İkincidə bəli, üzvü maddə əmələ gətirir burada. Deməli, metil ammonium xlorid duz əmələ gətirir və bu alınan maddədə donor-akseptor rabitəsi var. Bəli, ikincini götürürük. Eyni ilə alınıb NH4 müsbət ammonium ionu, bilirik ammonium ionunda donor-akseptor rabitəsi var. Dördüncü metanda donor-akseptor rabitəsi yoxdur. 2 və 3 burada olacaq. Donor-akseptor rabitəsi. Sonra 26-da isə deyir donor-akseptor mexanizmi əmələ gəlmir. Bu dəfə əmələ gəlmir deyirsə 1-i 1. 2-də gəlir. 3-də gəlir. 1-də 4. Bayaqçının əksidir də belə. Yəni ortadakı maddələr bayaqçı maddələr kimidir. Amma məsələn 4-cü maddə fərqlidir bu dəfə. Deməli, gəlmir deyirsə 1-dən 4 olacaq. 1-dən 4 D variantı. 27-ci sualda deyir maddələr H2O, NH3, bir də CH4-dür. Bir molekulunda rabitələrin əmələ gəlməsinə iştirak edən hibrid orbitalların sayı ABC müqayisə eləməliyik. Bax, burada deməli
Bu önemli bir sualdır. Bu sualı çox tez-tez verirlər. Deməli, birinci H2-onu açıq şəkildə yazıram. NH3. Deməli, burada mərkəzi atomlara baxsaq, mərkəzi atomlar, yəni oksigendir, azotdur, karbondur, hidrogen yox da, yəni onun yanındakı element. Burada oksigen sp3 hibridləşmə halındadır, burada azot sp3 hibridləşmə halındadır. Həqiqətən, yəni hər üçü sp3 hibridləşmə halındadır. Suda oksigen, ammoniakda azot, metanda da karbon sp3 hibridləşmə halındadır. Və bu sualda diqqətli oluruq. Desək ki, bir molekulunda burada deyir, rabitələrin əmələ gəlməsi iştirak edən hibrid orbital, amma bizə desək ki, bir molekulunda hibrid orbitalların sayı, ya ümumi hibrid orbitalların sayı nə qədərdir desə, hər birində sp3-dən 4 hibrid çıxır. Deyərdik 4, bərabərdir deyərdik. Ümumi hibridi soruşsaydı. Amma bizə rabitə adını çəkərəkdən deyir, rabitələrin əmələ gəlməsində iştirak edən hibrid orbitalların sayı dediyinə görə, biz burada artıq rabitənin sayına görə cavab seçəcəyik burada. Məsələn, H2O-da sp3-də ümumi hibrid 4-dür, amma onun ikisi, 2 rabitəsi olduğuna görə ikisi rabitə əmələ gəlmədə iştirak edib. Yəni buna A vermişdi, A-nın qiyməti 2 oldu. Digərində 3 rabitə olduğuna görə 3-ü iştirak edib deməli. Digərində C-də 4 rabitə olduğuna görə 4-ü iştirak edib. Bir sözlə hidrogen sayı qədər oldu burada ilə. H2O-dakı hidrogen, NH3 hidrogen, digərində 4. Yəni hidrogen sayı qədər rabitə var axı. Belə, indi bunu müqayisə edirik. C böyükdür B-dən, o da A-dan. Y variantı. Amma yenə deyirəm, əgər ümumi hibrid orbitalları soruşsa, rabitə adı çəkməsəydi, üçündə də eyni hibrid, üçündə də 4 dənə hibrid çıxırdı. 28-ci suala baxaq. Deməli, burada bizə deyir ki, hansı sinfin nümayəndələrinin molekulunda sp hibrid halında olan karbon atomu var? Deməli, qoşulmuş alkaden. Qoşulmuş alkaden, yəni iki qat rabitələri, məsəl üçün, bax, nümunə göstərəm, dibinil nümunə göstərəm. Bu şəkildə iki qat rabitələrin ortasına tək qat rabitə düşsün. Yəni, qoşulmuş alkaden budur. Buna izole olmuş alkaden də deyirlər. Deməli, izole olmuş yox, daha doğrusu konyug olmuş, üzr sayın. Buna konyug olmuş alkadenlə deyirlər. Deməli, bu alkadeyndə baxaq görək, karbonlar hansı hibrid halındadır? sp2, 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 sp2. İndi daha uzun zəncir olsa sp3 də olacaq əlbəttə ki, amma sp yoxdur. Bizə deyir, sp hibrid halında olan da olsun. Yəni, sp yoxdur. Sp o vaxt olar ki, 2-dən 2 qat qonşu olsun alkadeyindən söhbət gedirsə gəl. Elə bax, B variantı. B-də kumulü olmuş alkaden. Kumulü olmuş alkadeyində iki qatlar qonşu olur. Bu şəkildə. Burada iki qatlar qonşudur. Artıq bu karbon ortadakı sp-dir. Kənardakılar sp2-dir. Yəni iki qatlar qonşu olsun, ya 3 qat rabitə olsun. Bu şəkildə 3 qat rabitə olsa, onda da sp olar. İndi hal-hazırda bizə elə cavablarda, yəni hələ ki alkadenləri verib. İndi sonra spirt deyir. Spirtlərdə əlbəttə ki sp3 hibridləşmə halında doymuş spirt deyirsə. Belə, deməli cavabımız olacaq B variantı. İzole olunmuş alkaden isə 2 və daha artıq sigma rabitə ilə 2 qat rabitə ayrılır. Onda burada sp3 olur, sp2 olur. Yenə də sp olmur. Ancaq qonşu olsun ki, 2 qatlar sp olsun. Cavabımız B variantı. 29-a deyir, hansı sinifə aid olan maddə molekulunda sp hibrid vəziyyətində karbon atomu var? Deməli, hansı sinifə aid olan maddədə sp hibrid, yəni sp olan deyir. Bu dəfə də deməli, baxaq, alkində bir dənə 2 qat rabitə var, orada sp2 olur, bir də sp3 olur. Yəni alkində sp yoxdur. Qoşulmuş alkaden. Qoşulmuş alkaden elə konyug olmuş alkadenda, indicə dedik, orada sp yoxdur. Karbon turşusunda da sp yoxdur. İzole olmuşda da bayaq dedik, yoxdur. Alkin, mən dedim, indicə nümunə göstərdim ki, 3 qat rabitə olsa, məsəl üçün, orada olar. Alkin 3 qat rabitə olur, orada da sp olur. 30-da deyir, hansı sıra üzrə karbon atomunun hibrid orbitalları arasındakı bucaq kisilir. Deməli, bunların dərəcələrini bilirik ki, sp3-də 109 dərəcə 28 dəqiqədir. sp-də deməli, xətti olur da 180 dərəcə, sp2-də 120 dərəcə. İndi hansına bucaq kisilir? Bucaq kisilir böyükdən kiçiyə. 2, sonra 3,
sonra da 1. 2, 3, 1. Y variantı. 31-də də deyir ki, hansı sıra üzrə karbon atomları arasındakı rabitənin uzunluğu artır? Deməli, C2H4. C2H4-də burada lövhədə yazıram. 31-ci sualı izahadır. Deməli, birinci C2H4, CH2, 2 qat CH2. İkinci C2H6, CH3, 8 qat CH3. Üçüncü C2H2, CH, 3 qat rabitə CH. Rabitənin uzunluğu. Rabitənin uzunluğu, onu qeyd edeyim ki, tək qat rabitənin uzunluğu böyükdür 2 qat rabitədən. O da böyükdür 3 qat rabitədən. Bunu yadda saxlayın. Yəni 3 qata doğru getdikcə rabitənin sayı çoxaldıqca uzunluğu azalır. İndi uzunluğu deyir artır. Kiçikdən böyüyə düşmək. Onda 3 qat, sonra 2 qat, sonra tək qat. 3, 1, 2 belə götürərik. 3, 1, 2 B variantı. 32-ci sualda deyir 1 mol natrium sulfatda olan polimer karbonat rabitələrin mol sayını müəyyən edin. Deməli, natrium 2 SO4. Burada polimer karbonat rabitə. Burada həm ionu tapaq, həm ümumini, sonra da kovalent, polimer karbonat. Onsuz da qeyri-polimer yoxdur. Olan kovalent ilə polimer karbonatdır. İyon rabitəni necə tapırıq? Metalın valentliyin vuruq sayına. Natrium valentliyi 1-dir. Vuruq sayına 2. Bu eləyəcək, deməli 2. Ümumi necə tapırıq? Oksigenin valentliyin vuruq sayına, 2-nin vuruq sayına 4-ə. Bu eləyəcək 8. Yəni bir qaydadır. Kovalenti tapanda da ümumi 8-dir. Onun içində 2 iyon varsa qalanı kovalentdir. 6-da kovalent olacaq. Və yaxud başqa yolla. Burada mərkəzi atomun oksidaşma dərəcəsini taparıq. Mərkəzi atomun oksidaşma dərəcəsi, yəni natriuma müsbət 1, oksigenə mənfi 2. Bura x qoysaq, x müsbət 6 eləyər. Deməli 6, elə kovalent rabitənin sayı 6-dır. Bu şəkildə də tapmaq olar. Cavabımız olacaq D variantı. İndi bizə 1 mol yox, 2 mol desə, məsələn 6-nı 2-yə vurub 12 yazardıq. Yəni molunu da nəzərə alırıq. Sonra deməli 33-də yenə həmin sualdandır. Yenə burada hər iki yolla getmək olar. Və iyonu tapsaq, metal valentli 1-dir, 3-ə vuranda 3. Ümumini tapsaq, oksigen valentli 2-ni vuranda 4-ə 8. Kovalenti tapsaq, 8-dən 3-ünü çıxırıq, 5. Və yaxud fosfor müsbət 5 oksidaşma dərəcəsi göstərilənə görə elə 5 dənə də burada deməli kovalent rabitə var. A variantı. 34-də deyir, alkan molekulunda kimyəvi rabitələrin əmələ gəlməsində karbonun 8 hibrid orbital iştirak edirsə, birləşməni müəyyən edin. Kimyəvi rabitənin əmələ gəlməsində karbonun 8 hibrid orbitalı. Alkanda bilirik ki, hamısı karbonların hamısı sp3 hibridləşmə halında olur. sp3-dən də 4 hibrid çıxar. Əgər 8 hibrid varsa, 8-i 4-ə böləndə deməli ki, karbon iştirak edib. İndi hansı birləşmə olar? Həm alkan olsun, həm 2 dənə karbon olsun. Əlbəttə ki, Y variantı C2H6. 35-də də alkan molekulunda kimyəvi rabitələrin əmələ gəlməsində karbonun 12 hibrid orbital iştirak edirsə. Bu dəfə də yenə dediyimiz kimi alkanda hamısı sp3 olur, 4 dənə də hibrid çıxır. 12-ni bölürük 4-ə eləyəcək 3. Deməli 3 karbon var. 3 karbonu olan alkan, yəni C3H8. C3H6 olsa məsələn götürməliyik. C3H4 olsa götürməliyik. Alkan ümumi formulu CnH2 plus 2-dir. Yəni orada ödəməlidir. Y variantı olacağımız. 36-da hansı ifadələr doğrudur? CO molekulunda donor oksigendir. Bəli, ümumiyyətlə CO-da da, hidrokson iyonda da, yəni oksigen donor olur. Karbon da akseptordur. Bir doğrudur. Sonra NH4 müsbət iyonda akseptor azotdur. Xeyr, azot donordur, hidrogen akseptordur. Yanlışdır. H2O müsbət. Yəni bayaq dedim elə. Dedim hidrokson iyonunda da oksigen donordur. Orada hidrogenin akseptoru odur. Akseptor hidrogenli bəli. 3 də doğrudur. Hidrokson iyondur bu iyon. Deməli 1 ilə 3 doğru olacaq C variantı. 37-də yenə hansı ifadələr doğrudur? CO molekulunda karbon donordur. Xeyr, oksigen donordur. Karbon akseptordur. NH4 müsbətdə hidrogen akseptoru, bəli. Azot donordur. Hidrogen akseptordur. 2-ni götürürük. H3O müsbət, yəni hidroksonium iyonunda isə hidrogen akseptordur. Bəli, oksigen donor, hidrogen akseptor. 3-ü də götürürük. 2 və 3 B variantı. O 38-ci sualda deyir, 24 hidrogen atomu olan alkan molekulunda karbon atomları arasında neçə sigma rabitə var? Deməli, biz burada
Alkan immun formulu CnH2n plus 2-dir. Əgər hidrogen 24-dürsə, hidrogenimiz 24-dürsə, 2n plus 2-ni 24-də bərabər edirik. 22 n olacaq 11. İndi karbonun sayı 11-dir. Yəni formulu C11 H20 neçə eləyəcək? 24. Aha. İndi bizə deyir ki, karbon atomlar arasında neçə sigma rabitə var? 11 karbon arasında əlbəttə ki, karbonun sayından bir əskik 10 sigma rabitə olacaq. Mən 11 dənə karbon düşsəm, rabitələrindən çəksəm, 11-in arasında bir əskik 10 sigma rabitə olur. Məsələn, 3 dənə karbon göstərək. 3 karbon arasında neçə sigma rabitə var? 2 dənə. Yəni sayına bir əskik. Düzdürmü? İndi 11-in arasında da 10 sigma olacaq. D variantı. 39-da yenə 32 hidrogen atomu olan alkan. Yenə alkanda dedik formul CnH2n plus 2-də. Burada 2n plus 2-ni 32-yə bərabər edirik. 2n bərabərdir 30, n bərabərdir 15. Deməli 15 karbon var. C15 H32. İndi karbon atomları arasında neçə sigma rabitə var? 15-dən bir əskik 14 sigma rabitə. B variantı. Həmişə açıq zəncirli üzv birləşmələrdə karbonlar arasında rabitə karbon sayından bir əskik olur. Sonra 40-cı sualda deməli maddəni bir dənə burada qeyd eləyək. CH3 CH CH3 CH 2 qat CH2. Deyir ki, ikinci və üçüncü karbon atomlarında, bax burada indi üzvü kimyanı keçən şagird bunu bilər ki, ancaq burada ikinci, üçüncü deyəndə nömrələnmə. Bax bu zəncir boyu nömrələnir, amma sağdan sola. 1, 2, 3, 4. Yəni ikinci, üçüncü karbonlar bax bunlardır. İndi yəni ki, adi məsələn bilməyən, üzvü kimyanı keçməyən şagird soldan sağa düzəcək əlbəttə ki, rəqəmləri. Soldakı karbona 4 yazdığıma 1 yazar, 1 yazdığıma 4 yazar. Amma bu iki qat rabitə yaxın olan yerdən nömrələnir deyə bunu alkenləri keçəndə deyirik. Ona görə sağdan sola nömrələnir. İndi ikinci və üçüncü karbon atomlarında hibrid orbitalları deyir, atomlarda orbitalların hibridləşməsini doğru əks etdirir. Bax, ikinci karbon olacaq 2 qat rabitə birləşdiyinə görə sp2. Üçüncü karbon sp3. sp2-dən 3 hibrid çıxar. 3 hibrid. sp3-dən 4 hibrid. Bir dəqiqə, 4 hibrid. Aha. İndi baxaq, birinci, ikinci karbon deyək. Yəni sp2, 1s, 2p hibridləşir. Buradan 3 hibrid çıxar. 3 hibrid. Yəni A variantı sp3-ündür. A variantı sp3-ündür. Onu biz 3-ə götürəcəyik. Çünki 4 dənə hibrid çıxan sp3-dən 4 çıxar. Bax, 3 dənə hibrid çıxır. Biri hibridləşməyib aşağıda. Bu artıq olacaq sp2. C variantında 2 hibrid çıxıb, ikisi hibridləşməyib. Bu isə olacaq sp. Deməli, mən 2-yə sp2 olan 2-yə B-ni götürərəm. 3-ə də A-nı. 3-ə də A-nı. 2-yə B, 3-ə A. A variantı. 41-ci sualda yenə nömrələnmə sağdan sol olacaq. Deməli, 1, 2, 3, 4. Şaxiyə nömrə düzmürük aşağıdakı karbona. Deyir, birinci, ikinci və üçüncü karbon atomu hansı birləşmə vəziyyətindədir? Deməli, birinci olacaq 2 qat olduğuna görə. Bu olacaq sp2. İkinci yenə sp2. Üçüncü artıq tək qat rabitə birləşib sp3. sp2, sp2, sp3, 3 sp3-dür. O bilər sp2-dir. B variantı olacaq cavabımız. 142-də yenə birinci, ikinci, üçüncü. 1, 2, 3 nömrələnmə bu şəkildədir. Birinci olacaq sp2, ikinci yenə sp2, üçüncü sp3. 2 qat olanda sp2 olur, tək qat olanda sp3 olur. sp2, sp2, sp3 B variantı. Üçüncü sualda deyir, propen molekuluna neçə sigma rabitə sp2 hibrid və s orbitallarının örtülməsi ilə yaranır. Propeni əvvəlcə bir dənə çəkək. CH2, 2 qat rabitə CH, CH3. Deyir, neçə sigma rabitə sp2 hibrid və s orbitalı. sp2 olan karbonlarımız bu karbonlardır. Digər bu karbon isə sp3-dür. İndi S deyəndə S də hidrogendir. sp2 və S arasında örtünməsi ilə əmələ gələn rabitəni götürürüksə, sp2 karbonla birləşən hidrogenləri sayacağıq. Bir sözlə.
Yəni 2, 1. Eləyəcək 3. Çünki açıq şəkildə yazsam, tutalım ki, hidrogenini də açıram. Buradan, bir dənə buradan. Bu da S-dir, bu da S. 2 dənə burada rabitə oldu. Bunu da buradan açdıq. Bir dənə də burada. Yəni 1, 2, 3. Bir sözdən yəni bunu açmadan da saya bilərik. 3 dənə sp2s var. sp3s desə 3 dənə. O da 3 dənə. Çünki sp3 karbona birləşən hidrogen götürərdik. İndi sp2s dediyinə görə biz burada cavabımız olacaq neçə? 3. Yəni C variantı. 44-cü sualda deyir, benzol molekulunda karbon atomları hansı hibrid halındadır? Deməli, benzol molekulu. Benzol bu şəkildə CH, 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 CH. Karbon atomları hansı hibrid halındadır? Burada bayaq da sualda vardı. Dedim ki, ortadakı bu halqa, yəni nüvə 6 dənə p orbitalından əmələ gəlir. Yəni hər karbon sp2-dir burada. Çünki hamısının bir dənə p orbitalı, yəni ortada halqanı əmələ gətirir nüvənin üçün. İndi burada deyir hansı hibrid halındadır? sp2. Bütün karbonlar benzolda sp2 olacaq. A variantı. Amma burada kənardan bir dənə radikal birləşsə artıq bu karbonlara, həmin karbonlar artıq sp3 hibrid halında olar. 45-də deyir azot molekulunda neçə sigma və pi rabitə var? Deməli azot molekulu, yəni L2. Burada azot 3 qat rabitə azot bu şəkildə açırıq. Və burada 3 qatın biri sigmadır, ikisi də pi'dir. 1 sigma, 2 pi. C variantı. 46-cı sual. Hansı orbitalların örtülməsi H-xlor rabitəsinə aiddir? Deməli H-da kürə olur. Xlorunki də P. Sonsuzluq. Bir kürə, bir sonsuzluq. Ya bir sonsuzluq, bir kürə deyək. B variantı. Fərqi yoxdur. Xlor deyirsə, xlor P elementi. Hər ikisi sonsuzluq, sonsuzluq. Bir-birinin ucdan örtən. C variantı. Biri var, bir-birin belə yandan örtən sonsuzluqlar. Bu P-nin sxemidir. Tək qat rabitə sigma daxil. Bizə sigma lazımdır. Ona görə C variantını götürürük. 48-də deyir ki, hansı maddələrin hər ikisində kovalent rabitə donor akseptor mexanizmi ilə yaranmışdır? A variantı ümumiyyətlə A variantında donor akseptor mexanizmi ilə əmələ gələn maddələr yoxdur. B-də CO2-də yox, amma NH4 bromda var. Ona görə B getdi, A getdi. C-də NH3 yox, CO-da var. C-də getdi. Y-də həm CO uyğun gəlir, həm də NH4 olan bütün birləşmələr, belə deyək. Bunlar hamısı donor akseptor rabitəli birləşmələrdir. Cavabımız olacaq Y variantı. D-də də H2O da yoxdur. 49-da deyir, hansı maddələrin hər ikisində donor akseptor mexanizmi üzrə əmələ gələn kimyəvi rabitə var? A variantında CO-da var, amma kalsium sulfatda yoxdur. B-də də bunda yoxdur, digərində var. C-də bunda yoxdur, D-də hər ikisində yoxdur, Y-də hər ikisində var. Cavabımız olacaq Y. 50-də deyir, asetilen molekulunda asetilen CH, 3 qat rabitə CH. H-ları da açıq şəkildə yazsaq, bu şəkildə, biraz belə yaxın yazaq. Deməli, burada neçə sigma və pi rabitə var? Bax, tək qat rabitə sigmadır, sigmadır, 3 qatında biri sigmadır, 3 dənə sigma var. Qalan bu 2 dənəsi də pi'dir. Sigma 3, pi 2, Y variantı. 51-də propilen molekulunda karbon atomları arasında neçə sigma və pi rabitə var? Karbon atomları arasında deyir bu arada, yəni indidən buna diqqət eləyək. Çünki biz birdən bütün sigmaları sayarıq. Deməli, propilen. Baxaq. CH2, 2 qat CH, CH3. Deməli, burada karbon atomları arasında 2 qatın biri, digəri də 1. Yəni, ümumilikdə 2 sigma var. Pi-də isə bir dənə olacaq. 2 qatın biri. Amma ümumi sigma desə, burada hidrogeni də açsaq, məsələn, hidrogenin sayı qədər də oradan sigma rabitə gələr. Burada 6 hidrogen var. 6-nın da 2-nin üstündə 8, ümumidə 8 sigma rabitəsi var. Yəni, 6 hidrogen, 2 dənə ortadakı. Belə. Sonra deməli, nə oldu? 2, 1, yəni A variantı. 52-də deyir, molekuluna sigma rabitələrin ümumi sayı 11 olan alkeni müəyyən edin. Bax, bu üzvü birləşmələr, bunların içində C6H12. C6H12 də alken dediyinə görə, ona da alken kimi baxacaq. Amma tsikl alkanda ola bilər o, çünki izomerdirlər.
İndi bizdən deyirsə, əgər 11 sigma rabitə, qalanlar hamısında belə eləyək də, indekslərini toplayıb birini çıxsaq, biz burada sigma rabitənin sayını taparıq. İndeksi toplayıb birini çıxsaq. Çünki sigma açıq zəncirli birləşmələrdə sigma rabitəni tapanda atomların cəmindən birini çıxarıq. 2 ilə 4-ün cəmi 6 eləyir, birini çıxanda 5. 4 ilə 8-in cəmi 12, birini çıxanda 11. Elə cavabımız B olacaq. 3-dən 6, 9, birini çıxanda 8. 15-dən birini 14. 18-dən birini 17. Deməli, cavabımız olacaq B variantı. Yəni, hamısı alkendir həqiqətən. Burada məsəl üçün baxıb deyərdik ki, sikloalkanda ola bilər bu maddələr. Amma fakt alken dediyinə görə alken kimi yanaşırıq da. Deməli, cavabımız olacaq B variantı. 53-cü sualda deyir, molekuluna sigma rabitələrin ümumi sayı 14 olan alken. Yenə baxaq görək hamısı alkendirmi? Bəli, 14. Atomları toplayaq, birini çıxaq, 14'ü versin. C variantı əlbəttə ki, 15-dən birini çıxanda 14. Bu bir qısa yoldur. Bunu üzvü kimi də deyirik. Yəni, açıq zəncirli birləşmələrdə sigma rabitənin sayını, ümumi sigma rabitənin sayını tapmaq üçün atomları toplayıb birini çıxırıq. Amma qapalılarda isə heç birini çıxmırıq. Atomların cəmi qədər olur sigma rabitə. Məsəl üçün, arenlərdir, sikloalkanlardır, bunlardır. 54-də deyir, hansı birləşmə molekulunda pi rabitələrin sayı sigma rabitələrin sayına bərabərdir. Məsələn, CO2-yə baxaq. Elə CO2 olacaq cavabımız. Çünki CO2-də bir karbon, 2 qat, bu da 2 qat. Burada hər iki qatın biri sigma, biri pi. Biri sigma, biri pi. 2 sigma var. 2-də pi var. Sigma ilə pi rabitənin sayı bir-birinə bərabərdir. A variantı. 55-də hansı birləşmə molekulunda pi rabitələrin sayı sigma rabitələrin sayından 2 dəfə çoxdur? Pi sigmadan 2 dəfə çox olsun. B variantı deyil, indidən deyək. C də deyil. Çünki C-də azot üst qat rabitə azot 1 sigma 2 pi var. Baxın, pi rabitənin sayı elə odur da. Elə odur. Mən sualı yəni tam hələ başa düşmədim. Deyir, pi-nin sayı sigmadan 2 dəfə çoxdur. Elə cavabımız bu olacaq. Cavabımız C variantı olacaq. Yəni, yenə bax, 3 qat rabitədir. Burada deməli 1 sigma var, 2-də pi var. Bizə deyir, pi sigmadan 2 dəfə çoxdur. Bəli, 2 pi-dir, 1 də sigma. 2 birdən 2 dəfə çoxdur. Elə cavabımız C-dir. 56-da deyir, karbon atomlar arasında sigma rabitələri sayı n olan alkan molekulunda neçə ədəd hidrogen atom var? Karbon atomlar arasında sigma rabitənin sayı n olan. Normalda. Karbonların sayının arasında sigma rabitə karbon sayından biri əski olur. Yəni, mənim karbonum burada 3 dənədirsə, sigma 2 dənədir. Düzdürmü? İndi burada karbonun sayı gərək neçə olsun ki, orada sigmanın sayı n olsun. Onda gərək karbon sayı bundan artıq n plus 1 qədər karbon olsun ki, gərək sigma rabitədə karbonlar arasında n plus 1-dən biri əski, yəni n qədər də sigma olsun karbon arasında. Deməli, bizim karbon sayı n plus 1-dir. Alkanın ümumi formulu budur. CnH2n plus 2. İndi mən bu n-in yerinə n plus 1-i qoyacam. Olacaq Cn plus 1, H-da 2 vurulsun n plus 1 plus 2. Yəni 2n plus 2, bir dənə də 2 gəlir, 2n plus 4. İndi bizə deyir ki, neçə ədəd hidrogen atom var? 2n plus 4 qədər Y variantı. 57-də deyir, karbon atomlarının sayı n olan alkan molekulunda karbon atomlarının sayı n-dir. Bayaq deyirdik ki, karbon arasında sigmanın sayı n-dir. İndi fakt karbonun sayı n-dir. Karbonun sayı n-dirsə, elə özünün formulunu yazırıq. Cn H2n plus 2. Cəmi neçə sigma rabitə var? Atomları toplayaq, birini çıxaq. 3n plus 2-dən də birini çıxırıq. Cəmləyəndə 3n plus 2-ni verir. Birində çıxanda 3n plus 1 qədər sigma rabitə var. C variantı. 58-də deməli, deyir, oksigen və kükürt dövrü sisteminin eyni qrupunda yerləşdiyi halda nə üçün oksigenin hidrogenli birləşməsi olan su maye, kükürdün hidrogenli birləşməsi olan hidrogen sulfid isə qaz halındadır. Bunun səbəbi odur ki, suda molekulararası hidrogen rabitəsi olur. Amma hidrogen sulfiddə olmur. Görək hansı cavabdadır? A deyil, B deyil. C-də hidrogen sulfid molekulun fərqli olaraq su molekulu arasında hidrogen rabitəsi əmələ gəldiyində. Bəli, səbəb odur. Hidrogen rabitəsi maye halında olan maddələrdə əmələ gəlir, bərk halda da saxlanılır. Qaz halında qırılır. 59-da deyir, hansı birləşmədə 2 sigma rabitə SP2, SP3 hibrid orbitaların örtülməsi ilə əmələ gəlir. 2 sigma rabitə.
Bax, B variantını indidən silirəm, bir də yeni silirəm. Çünki burada sp2 halında karbon yoxdur. A-nı da sildim. Çünki orada da sp2 yoxdur. 3 qat olan sp-dir. Bir dənə tək qat birləşəndə sp3-dür. Yəni orada da yoxdur. Qaldı C ilə D. C-də deməli sp3, sp2, sp2, bu da sp3. Bizə deyir ki, 2 sigma rabitə sp2, sp3. sp2, bəli, bir dənə bu üstünə yaşılla gedirəm. Bir dənə də bu. sp2, sp hər iki, yəni bu rabitə bir tərəfi sp2, bir tərəfi sp3 olan karbonun arasındadır. Niyə D deyil? Çünki burada sp2 olan karbonlar bunlardır. Bu da sp3'dür. Burada cəmi bir dənə sp2, sp3 arasında düşən rabitə var. Bizə 2 dənə deyir də. Ona görə cavabımız C variantıdır. Bir dənə də rabitə sp2, sp2 arasındadır. 2 qatın biri. sp2, sp2 bir dənədir. pp də bir dənədir. 2 qatın biri pp'dir. Burada məsələn, yenə deyirəm, sp2, sp2 D variantına örtünməsinə əmələ gələn rabitə neçə dənədir? 1 dənə. Niyə 2 qatın ikisini də götürmürük? Çünki biri pp'dir. Pi-ni götürmürük. Biz ancaq sigmanı götürürük. 3 qat da olsa birini götürürük. 2 qatda, 1 qatda. 59-da cavabımız C oldu. Keçək 60-a. Butin 1 molekulunda karbon atomları arasında neçə ədəd sigma və pi rabitə var? Deməli, butin 1 olacaq CH, 3 qat rabitə C. CH2, CH3. Neçə ədəd sigma və pi rabitə? Karbon atomları arasında neçə ədəd sigma və pi rabitə var? Deməli, karbonların arasında baxırıq ki, 3 qatın biri sigma, bu da sigma, bu da sigma. 3 ədəd sigma rabitəmiz var. Bu 2 dənə də pi rabitədir. 2 ədəd də pi rabitə. 3, 2, D variantı. -61-ci suala baxaq. Hansı maddələrin əmələ gəlməsində sp hibrid orbitaları iştirak edir? Deməli, birinci bor xlor 3-də olacaq sp2. Bor sp3 birləşmə halındadır. Deməli, biri götürmürük. İkinci asetilen. Asetilində CH 3 qat rabitə CH. Bəli, karbonlar sp hibridləşmə halındadır. İkincini götürürük. Sonra C6H6. C6H6-da benzoldur da. Burada karbonlar sp2'dir. Hamısı sp2 olacaq 6'sı da. Ona görə biz sp axtardığımıza görə götürmürük. Amma berilyumla birləşmələr berilyum sp hibridləşmə halında olur. Ona görə götürəcəyik. 2 ilə 4 B variantı. 62-də deyir, hansı maddələrdə donor-akseptor mexanizmi üzrə yaranmış kovalent rabitələr mövcuddur? Ammoniakda yoxdur. Karbon monoksid CO-da var. Metil amin CH3, NH2'dir. Burada yoxdur. Amma fenil ammonium xloriddə var. Bax, fenil ammonium xlorid dördüncüsü. Bax, bu da C6, deməli, C6H5, NH2, C6H5, NH3, xlor. Bax, bu maddədir fenil ammonium xlorid. Bəli, bu duzdur özdə. Yəni, bu birləşmədə var. Dördüncüdə var. Deməli, 2-4 A variantı. 63-dədir buten 1 molekulunda buten 1, yəni CH2, 2 qat CH, CH2, CH3. Buten 1 molekulunda sp2, sp3 və sp2, s orbitalarının örtülməsinə yaranan sigma rabitələrin ümumi sayını müəyyən edin. sp2, sp3. Əvvəlcə onu deyək. sp2, sp3. Bir də sp2, s. Əvvəlcə sp2, sp3'ü desək, bax, bu karbon sp2'dir. Bu da sp2'dir, bu sp3'dür, bu sp3'dür. sp2, sp3 arasında bir dənə var, üstünə yaşılla getdiyim rabitə. Bir dənə bu rabitədir ki, sp2, sp3 arasındadır. Yəni, bunun cavabı olacaq 1. Bəs sp2, s deyəndə nəyə baxırıq? sp2, s-dəki hidrogendir də. Yəni, sp2 birləşən hidrogenlərin sayı 3 dənə. Açsam 3 dənə rabitə var. Bir də açmağın mənası yoxdur. 3-də bu eləyəcək. Cəmi də olacaq 4. Cavabımız olacaq B variantı. 64-dədir. Hansı reaksiya məhsulunda donor-akseptor mexanizmi ilə əmələ gəlmiş kovalent rabitə yoxdur? A variantında deməli alınacaq CO. Deməli CO-da var. B-də alınır H2O. H2O da yoxdur. Suda donor-akseptor rabitəsi yoxdur. C-də alınır NH4. Yəni cavabımız B-də, amma digərlərini də deyək. NH4 NO3 burada olacaq. Ammonium iyonu var da burada. D-də alınır NH4OH olacaq. NH4'lü bütün birləşmələrdə var. Y-də CO və su əmələ gəlir. CO-da var. Yəni, deməli olmayacaq B variantında.
65-də deyir ki, hansı ifadə doğru deyil reaksiya üçün? Birinci deyir, doymuş maddə əmələ gəlir. Bəli, pi rabitə qırılır. Görür ki, burada pi rabitə var, amma burada yoxdur. Deməli, doymuş birləşmə əmələ gəlir, doymuş maddə əmələ gəlir. Bu doğrudur. Götürmürük. Sonra sigma rabitənin sayı artır. Sigma rabitənin sayı, deməli, bayaq sigma rabitənin sayı burada 2 qatın 1 idi. Bir də h-ları atsaq, hərəsi də 2, 2, 4 dənə də onlar eləyəcəkdir rabitə. 5 dənə sigma vardı. İndi bu 1, h-la xloru atsaq 3 burada, 3 burada, 6, bu da 1, 7 sigma oldu. Bəli, sigma artdı. İndi bizdən səhv soruşur. Karbon atomları sp2 hibrit vəziyyətindən sp3 hibrit halına keçir. Deməli, baxaq. 2 qat olan da sp2 idi. Aha, indi tək qatda sp3'dür. Bəli, bu da doğrudur. C də doğrudur. Xətti quruluşlu birləşmə əmələ gəlir. Xətti quruluşlu birləşmə deyil. Çünki burada karbon, əmələ gələn maddədə karbon sp3 hibritləşmə halındadır. sp3 hibrit halında olub, xətti olan, yəni mümkün deyil. sp3 olanlar qeyri-xətlidir. sp olan xətti sayılır. Ona görə elə səhv olacaq D variantı. Oksidaşmə reduksiya reaksiyası bəli, burada oksidaşmə dərəcəsi dəyişir. Xlorunki də dəyişir, karbonun da. Səhv olan D variantı. 66-da yenə doğru deyili soruşur. Oksidaşmə reduksiya reaksiyası doğrudur. Sigma rabitənin sayı artır. Yenə bu birləşmədən bu birləşməyə keçəndə artacaq. Burada 5 idi sigma, burada isə 7 də artır. Daha doğrusu beyni silək. Sonra karbon atomları sp2 hibrit vəziyyətindən sp3, doğrudur. sp2-dən sp3-ə keçir. 2 qatı idi sp2 idi, indi tək qatda sp3-dür. Bu da doğrudur. Karbhidrogen molekulu fəza quruluşu olduğu kimi qalır. Fəza quruluşu olduğu kimi qalmır. Yəni burada elə bunların hibrit vəziyyətləri dəyişirsə, sp2-dən sp3-ə keçirsə, necə fəza quruluşları olduğu kimi qala bilər? Səhv olan elə odur. Reaksiyada iştirak edən bütün maddələr havada yanır. Deməli, bəli, etilin özü də yanır, hidrogen də, etan da yanır. Doğru cavabdır bu da. Səhv olan ilə olacaq D variantı. 67-də deyir, birləşmədə hibrid orbitaların örtülməsi ilə yaranan sigma rabitələri sayı hansı halda doğrudur? Aha, deməli, bax bu karbonlar, burada 6 karbon var, burada indi görünmür də, yəni göstərməyiblər. Bu karbonların 6-sı da sp2-dir. Bax, bu da sp2-dir, 6-sı da sp2-dir, hamısına yazmıram. Sonra bu karbon isə, bunu artıq yaşından qeyd edim, bu karbonlar sp3-dür. Deməli, sp3 deyirsə, sp3, bax, bir dənə elə üstündən yaxşından getdiyim, bir dənə sp3 arasında örtünmə var. Deməli, bu olacaq 1. Bura 1. sp3, indi bura yaşından gedirəm, bax. Bir tərəf sp3-dür, bir tərəf sp2-dir. Bax, o da 1-dir. Bunu da geri qaytaraq. Bu da 1-dir. sp2 isə 6 dənə. Bu 6 dənə 1, 2, 3, 4, 5, 6. 6 dənə sp2 arasında var. Deməli, 1, 1, 6. D variantı. 68-də deyir, hansı birləşmə molekulunda 2 ədəd pi və 9 sigma rabitə var? 2 pi deyirsə, A variantında bir dənə pi var. B variantında 1 pi var. Elə bunlar getdi. 2 pi, 9 sigma. Baxaq. C'də 2 pi var. 3 qatın 2 pi'dir. Görə sigma 9'dur mu? 1, 2. Bir də hidrogen sayı 4'də. 4 hidrogen. 6 sigma var. Xeyr, C deyil. D'də deməli. Baxaq görək. 2 pi olmağına 2 pi'dir. 1, 2, 3, 4, 5. Bir də hidrogenlərin sayı 6, 7, 9. 9'un üstündə də 6. Neçə eləyəcək? 15. Xeyr, bu da deyil. Y variantında. Sigma, pi 2 dənədir. Burası düzdür. Sigmada 1, 2, bu 3 qatın 1'i 3. Sonra hidrogenlər. 3 hidrogen burada. Elədir 6. 2 də bu 8. Bir dənə hidrogen 9. Hidrogen niyə tək hidrogen sayılır? Çünki açanda ilə bir xəttdir. Sayı qədər də rabitə əmələ gətirir. Sigma rabitə əmələ gətirir. Deməli, burada 2 pi var. 9'da sigma var. Bəli, Y variantı olacaq cavabımız. Sonra deməli 69-cu suala baxaraq. 2 metil propen molekulunda neçə sigma rabitə sp3s orbitaların örtülməsi ilə yaranır? Yəni bir dənə 2 metil propeni çəkək. Deməli burada sp3s, onda bir dənə hibritləşmələri qeyd edilsə, bu karbon sp2, bu karbon sp2, bu karbon sp3, bu da sp3.
sp3s deyir. sp3s. sp3 2 dənə olan bu karbona baxırıq. S də hidrogendir. Onların hidrogenləri ilə həmin o karbonla hidrogen arasındakı rabitə, yəni hidrogen sayı qədər açsam 3 dənə bunda olacaq, 3 dənə bunda olacaq. 6 dənə. Deməli 6 dənə sp3s örtülməsinə əmələ gələn rabitə var. Cavabımız olacaq D variantı. 70-də deyir 3 metil buten 1. 3 metil buten 1, yəni buten 1 deyirsə CH2 qat rabitə CH, CH3, CH3. Aha, 3 metil buten 1 budur və sp3s orbitalın örtülməsindən deyir. Bu karbonlar sp2-dir. Amma bu karbonlar sp3-dür. sp3s deyirsə bizə sp3s həmin bu karbonları birləşən hidrogenləri sayırıq bir sözlə. 3, o da 1. 7 dənə. 7 dənə burada sp3s örtülməsinə əmələ gələn rabitə var. Yəni bu orbitalın örtülməsinə əmələ gələn sigma rabitə var. Cavabımız olacaq 7 A variantı. Sonra 71-ci sual. 71-də 2 metil propan deyir. CH3. Deməli burada neçə sigma rabitə sp3 hibrid orbitaların bir-birini örtməsilə. Burada karbonların hamısı sp3 hibridtanlardır. Çünki pi rabitə yoxdur burada. İndi bir-birini örtməsi. sp3 ilə sp demək istəyir ki, neçə dənə sp3 arasında rabitə var. 1 dənə, aşağıdakı 2 dənə və 3 dənə. 3. A variantı olacaq cavabımız. Sonra deməli 72-ci sual. 72-ci sualda butan molekulu. Butan CH3. CH2, CH2, CH3. Neçə sigma rabitə sp3 hibrid orbitalların s orbitallarla örtülməsi hesabına yaranır. Deməli burada karbonların hamısı sp3-dür. Bizə deyir ki, sp3 ilə s arasında. Yəni sp3 birləşən, həmin karbona birləşən hidrogenlə onun arasındakı rabitə. Bir sözlə hidrogen sayı. Yəni 10 dənə hidrogen var burada. 10 nədir? Deməli sp3s örtülməsinə əmələ gələn rabitə var. Cavabımız A variantı. 73-cü sualda deyir asetilen molekulunda karbon atomları arasındakı sigma və pi rabitələr necə yaranır? Deməli asetilen molekulunda bax. Asetilen CH 3 qat rabitə CH. Burada sigma və pi rabitələr necə yaranır? Sigma rabitə, bax burada karbonlar sp hibridləşmə halındadır. Sigma rabitə 2 dənə sp hibrid elektron buludunun, pi rabitə isə p elektron buludunun bir-birinin örtməsi ilə əmələ gəlir. Cavabımız olacaq B variantı. Sonra 74-də etilen molekulu deyil. Etilen CH2 2 qat CH2'dir. Burada karbonlar 2 qat olduğuna görə sp2'dir. İndi burada yenə sigma və pi rabitələr deyil. Karbon atomları arasında necə yaranır? Sigma rabitə sp2 hibrid orbitalların bir-birinin örtməsi, pi rabitədə p orbitalı elektron buludun, p elektron buludun bir-birinin örtməsi ilə. Yəni burada da cavabımız olacaq sigma 2 sp2, C variantı. Sigma rabitə 2 sp2 hibrid elektron buludun, pi rabitə isə p elektron buludun. Yəni pi p-dən yaranır. Sigmada əgər sp2-dirsə karbonumuz sp2-dən, sp olanda sp-dən belə deyirik.